Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq mərkəzdə, parka yaxın bir ərazidə, məktəblərə də yaxındır, bir saylı məktəbə. Belə bir gözəl təmirli, 2 otaqlı ev sizə təqdim edirəm. Koridor hissəsini gördük, yenə göstərəcəm. Çox gözəl təmir olunmuşdu. Yataq otağından başladıq təqdimata. Bura koridor hissəsidir, hörmətli izləyicilər. 73 kvadrat metrdir sahəsi. Qiymətini də başdan deyək, 95 min manatdır. 95 min manata. Görürsünüz, hamam tualeti bir yerdədir, yəni genişdir də. Yəni radno 2 otaqlı mənzildir. Belə deyək də, keçək mətbəx hissəsində göstərək. Mətbəx mebeli ilə kombisi qalacaq. Belə bir gözəl balkonu var. Qonaq otağı ilə balkon arasını ayrıldılar. O balkonda bir dənə ceski belə də, bir dənə uqalok düzəldiblər. Ona görə orada fortiska var. İstəsəz özünüz sonra gələcəkdə aça da bilərsiniz oranı. Yəni işıqlı olmağına görə deyirəm, fortiska var. O hissəni də göstərəcəm. Bura yenə koridor hissəsinə qayıtdıq, hörmətli izləyicilər. Çox gözəl təmirli mənzildir. 13 mərtəbəli binanın 12-ci mərtəbəsidir. Prokuraturanın da yaxınlığındadır, mədəniyyət evidir, parkdır, onları təkrar edir. Bura qonaq otağıdır. Görürsünüz, qabağı işıqlıdır, balkona çıxışı var. Yataq otağı da elə idi. Bura çıxdıq balkona. Görürsünüz, sağ tərəfdə belə bir uşaq üçün uqalok düzəldiblər. Burada balkona düşür deyə balkonu belə deyək də, o pəncərəni ayırıblar. Burası şkaf, üzr istəyirəm, 2 mərtəbəli belə bir ceski kravat yığılıbdır. Yəni bunlar o götürüləcək, onu da deyək. 95 min manata 73 kvadrat metrli belə bir 2 otaq. Zəng eləyin, hər zaman xidmətinizdəyik. Əlaqə nömrəsi də profildə var. Gəlin, baxın. Sizin də satış evləriniz varsa bizlə əlaqə saxlayın. Tez bir zamanda satışında köməkli eləyək. Hələlik bu qədər. Sağ olun.